Şahin Bağırov dinləyib, həmin Bakı Baş Gömrük İdarəsində baş verən özbaşınalıq, baş verən digər korrupsiya halları, baş verən ümumiyyətlə süründürməçiliklərin qarşısını almaqla bu günləri sahibkara kömək edəcək. Nəinki mənə, digərlərinə də. Burada vətəndaşlar da var, şikayətçilər də var. Heç nə, mən daxil oluram inşallah. Bir sual vermək istəyirəm. Elmir Ramazanovun əməllərində olan nöqsanlarla bağlı dəfələrlə siz mediada çıxışlar eləmişsiniz. Və dəfələrlə də özünüzün qaldırdığınız iddiaya görə də sübutlar da qoymuşsunuz. Yəqin ki, bu çıxışlarınız Elmir Ramazanovun diqqətinə çatıb və onun rəhbərliyinin də diqqətinə çatıb. Bəs əks təqdirdə hansı bir reaksiya gəlib sizin çıxışlara? Birincisi, Elmir Ramazanov mən dəfələr demişəm, ola bilər yaxşı bir insandır, ola bilər savadlı insandır, bilir. Amma gömrük sistemindən Elmir Ramazanovun anlayışı yoxdur. Niyə? Mən indi Şahin müəllimə buradan bildirəcəm. Cənab Prezident, maraqlı bir faktdır.